Bugün Ada Universitetinin rektoru, səfir, Professor Hafiz Paşayevin doğum günüdür. Azərbaycan elmində, diplomatiyasında, təhsilində əvəzolunmaz yeri olan Hafiz müəllimi Gəncəlilər adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və ən xoş arzularımızı çatdırırıq. Hafiz Mircəlal oğlu Paşayev 1941-ci il mayın 2-sində Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.